Hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir. Bu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan hərbi xidmət keçimi haqqında əsasnaməyə və hərbi vəzifə və hərbi xidmət haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin iclasında çıxış edən komitə sədri Arzu Nağıyev bildirdi ki, Prezident tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş yəni o müddəti keçmiş həmin şəxslər vəzifələrindən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və istifaya buraxılırlar. Yəni şərt o deyil ki, bu yeni qanuna uyğun olaraq general polkovnik 63 yaşı olsun və yaxud general leytenant, bunu Ali Baş Komandan tərəfindən təyin olunduğuna görə bu 65 yaş, 66 yaş, yəni bu Ali Baş Komandanın öz, necə deyərlər, prerogativasında olan məsələdir və bunu o özü tərəfindən tənzimlənir. Həmçinin müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əskərlərə, matroslara münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Millət vəkili Aydın Mirzazadə bundan bağlı təkliflə çıxış etdi. Yaxşı olar ki, hərbi məktəbə qəbul olunan kursantlar onlara nə gözlədiyi barəsində əvvəldən məlumat veriləydi. Yəni, yaxşı qulluq etdikləri, tapşırıqları yerinə yetirdikləri zaman hansı mükafatlar, hansı təriflər gözlənilir? Yox, qaydaları pozduğu halda ardıcıllıqla, məzəmmətdən və yaxud da hikmət qınaqdan tutmuş rütbəyə qədər nələr gözlənilir? Hesab edirəm ki, bu olduqca düzgün bir fəaliyyət olardı. Komitə iclasında müzakirə olunan qanun layihələri səsə qoyularaq qəbul edildi.